10 il əvvəl desəydim ki, belə bir robot olacaq, inanardınız? Mən şəxsən inanmazdım. Hal-hazırda çünki özüm də bu robotun işlərini ağzı açıq şəkildə izləyirəm. Təsəvvür edirsiniz, mən mətbəxdə yemək bişirirəm, o isə mənim yerimə ortalığı yığışdırır, ayaqqabıları cütləşdirir, daha sonra evi süpürüb silir. Bəli, söhbət Roborok'un ən son modeli Saros Z70-dən gedir. İndiyənə qədər çıxmış bütün robot tosteronların ən naziyidir. Qalınlığı cəmi 7,98 cm-dir. Məhz buna görə də hər yerə rahatlıqla girə bilir. Süni intellekt rejimində çalışdığına görə bir çox üstünlükləri var. Nəzərinizdə saxlayın ki, içərisinə su doldurarkən yalnız filtr suyundan istifadə etməlisiniz. İlk dəfə quraşdırarkən internetə qoşub evin xəritəsini əzbərlətmək lazımdır. Süni intellekt sayəsində heyvanları tanıya bilir. Əşyalarının yerini dəyişsəz, onu da təyin edir. Bundan əlavə 108 çeşid əşya obyekt tanıya bilir. Yeri silərkən əgər yerdə yapışmış ləkələr varsa, avtomatik şəkildə birbaşa geri dönərək mopları 80 dərəcə istilikdə yuyur. Çünki bu cür ləkələr yalnız isti moplara təmizlənə bilər. Özünün xüsusi zibil qabı var. Çalışın xəritəyə tanıtdıqdan sonra onu bir yerdə saxlayın. Çünki robot tosteron bunu yadında saxlayaraq hər dəfə zibilləri həmin qabın içərisinə aparacaq. Gecə rejiminə qoyduqda səssiz çalışır və öz işığını yandırır. Qarşısına çıxan ayaqqabıları isə siz haradasınız ora aparacaq. Mən qapının girişinə tənzimləmişəm. İstər manual şəkildə, istər avtomatik, istərsə də Google Alexa ilə idarə edə bilərsiniz. Hər tərəfində kamerası var. Bayırdan da idarə oluna bilir. Hətta normal olaraq fotolar da çəkir. Sizcə bu robot tosteron daha çox hansı evlər üçündür? Və siz olsanız bunun adını nə qoyardınız? Gəlin mənim robot tosteronuma maraqlı bir ad seçək.